Bu məclisdə hamımızın başımız aşağı dikilir. Başımız aşağı dikilir çünki İmam Hüseyn böyük fədakarlıq eləmişdi. O qədər böyük fədakarlıq eləmişdi ki, bu qapıya gəlirsən, nə qədər nə edirsənsə elə özünü borclu hesab edirsən, özünü günahkar bilirsən. Balaca 3 yaşlı qızlar bizim başımızı aşağı eləyir, İmam Hüseynin əsir qızları. Onlar o qədər əziyyət çəkirdi o yollarda. Qamçı dəyirdi qollarına, tikanlı yollarla qaçırdırdılar, deyir, ayaqları yarı olurdu. Sabah onların barəsində inşallah axırda onlara təvəssül eləyəcək. İndi hamının bayırda dayananların, içəridə oturanların diqqətini özümə çəkmək istəyirəm ki, özümdən diqqəti yönəldim Həzrəti Əli Əkbərə. Bu fürsəti əldən verməyin. Bu gecə Əli Əkbər gecəsidir. Bilmirəm, şəhid atalarının bura gəlişi ilə də üst-üstə düşdü. Əli Əkbər gecəsidir. İmam Hüseyn şəhiddir, həm də şəhid atasıdır. Neçə oğlu şəhid olub İmam Hüseynin Kərbəlada. Əli Əkbər İmam Hüseynin canıdır, varlığıdır, ürəyidir. Əli Əkbər meydana gedəndə İmam Hüseynin hər şeyini özü ilə apardı. Varlığını özü ilə apardı. Əhl-i Beytdən meydana gedən ilk adam Əli Əkbər idi. İmam Hüseynin öz oğluydu. Dedi, ata mən dözə bilmirəm, ürəyim dözmür, icazə verin mən gedim meydana. Əli Əkbər İmam Hüseynin xüsusi qurbanı idi. Seçilmiş qurbanı idi. Əli Əkbər döyüş icazəsi istəyəndə İmam Hüseyin ona yox demir. Əvvəlfəz ağı icazə istəyəndə İmam Hüseyin deyir ki, axı sən mənim ələmdarımsan, sən getsən ələmim yatar, bayrağım düşər. Deyir, get su gətir. Ona icazə vermir. O su adı ilə gedir. Həzrət Əbəlfəzin qardaşları icazə alanda İmam Hüseyin onlara deyir ki, məni tək qoyub hara gedirsiniz? Qəribə bir söz deyir. Yəni, öz tənhalığın yada salır ki, bəs mən bir tərəfə, bacınız Zeynəb əsir düşəcək, hara gedirsiniz? Həzrəti Qasim İmam Hüseyndən icazə istəyəndə İmam Hüseyin deyir, yox, razı deyiləm getməyə və İmam Həsənin oğluna. Amma Əli Əkbər öz oğlu gəlib döyüş icazəsi alanda, Əli Əkbər deyir, ata, olar gedim meydana, İmam Hüseyin dərhal deyir, ged oğlum. Bir dəqiqə tərəddüd eləmədən, deyir, ged oğlum. Amma belə görünür ki, İmam Hüseyin balasını sonuncu dəfə bağrına basmaq istəyir. Oğlu gedir axı meydana. İmam Hüseyin oğlundan doymayıb. Oğlundan doymayıb. Amma xüsusi qurban gətirib Kərbəlaya deyə həya eləyir, Allahdan utanır oğlunu qucaqlamağa. Hüseyin eşqi ilə mübarizə aparır burada, ay şəhid ataları. Eşqi ilə mübarizə aparır. Heç bağrına basmır, deyir ki, oğlum get. Amma belə yazırlar. Yazırlar o gedəndə məyus baxışlarla baxır arxasıca. Elə bil can bədəndən çıxır getməyə. Hüseyin məyus baxışlarla baxır balasının dalıca. İlahi, Hüseynin canı gedir meydana. Necə yazırlar, elə oxuyuram sizə. Yazırlar, sel kimi gözündən yaş axmağa başlayır birdən. Bax, doğrudan da halınız dəyişdi. Mən nigaran idim o narahatlığa görə. Amma elə
Əli Əkbərə layiq məclis olsun istəyirəm. Bilmirəm, nəsə elə bu yaxdan niyyət eləmişəm. Əli Əkbərə layiq bir məclis olsun. Baxır dalıca deyir, ilahi, özün şahidsən ki, mən kimi göndərirəm meydana. Elə bir oğul meydana göndərirəm, əşbəhun nas, xəlqən, xulqən və məntiqən bir Rəsulillah. Peyğəmbərə hamıdan çox oxşayan oğul göndərirəm meydana. Hamıdan çox o bənziyirdi. Amma dalıca belə söz deyir, oğlum get, uşaqlarla sağollaş. Get qızlarımla sağollaş, bacılarınla, bibilərinlə sağollaş. Göndərir, gedir xeymələrə, görür Əli Əkbər çıxmır xeymədən. İmam Hüseyn gözləyir. Biraz gözləyir, görür çıxmır, biraz gözləyir, görür çıxmır. Özü gedir xeyməyə, görür nə mənzərədir. Mən deyim, siz canlandırın. Görür ki, ilahi, biri ətəyindən yapışıb, biri köynəyindən yapışıb. Hamısı yalvarır ki, getmə. Biri deyir, balam getmə, biri deyir, qardaş getmə. Biri deyir, ay qardaşımın balası getmə. Hərəsi bir tərəfdən yapışıb, buraxmır. Təsəvvür eləyin, İmam Hüseyn girir onların arasına, bir-bir əllərini ayırır Əli Əkbərdən. Ən qərib məzlum vəziyyətidir İmam Hüseynin. Bir-bir əllərini çəkir Əli Əkbərdən. Onun əlini çəkir, o biri uşaq qaçır. Deyir, qardaş getmə, bizi qoyub getmə. Axırda deyir, imam deyir, icazə verin getsin, uca səslə deyir. Buraxın getsin. Deyir, çıxır onların əlindən, gedir döyüşə. Döyüşür, 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 amma ox dəymir buna. Əli Əkbər başa düşür ki, hələ atasının ürəyi qalıb. Atasının ürəyi qopmayıb. Atasının ürəyini aparıb özü ilə. Görür ki, Hüseynin ürəyi qalıb hələ. Bir bəhanə axtarır ki, qayıdıb görüşsün İmam Hüseynlə. Allah bu fürsəti yaradır. Əli Əkbər qayıdır. Deyir, ata susuzam, su bəhanədir, söhbət eləmək üçün. Deyir, atdan yerə düşür, nəhayət ki, Hüseyin balasını basır bağrına. Bir-birini qucaqlayırlar, basır bağrına. Bir namərd gizlənib təpənin arxasında, Əli Əkbər meydana gəlir ikinci dəfə. Deyir, and olsun Allaha, bu oxu atacam, ox atasının ürəyinə sancılacaq. Düz deyir. Oxu atır, Əli Əkbər atdan yerə düşəndə elə bil Hüseynin ürəyinə sancılır ox. Birdən İmam Hüseyin eşidir, ya əbəta, atacan, haza cəddi Rəsulullah, gəl, babam Peyğəmbər gəlib başımın üstünə. Bayaq susuzam demişdi ya. Bilir ki, İmam Hüseynə pis təsir elədi axı. Deyir ki, babam cənnət suyu gətirib mən ata, narahat olma. Susuz ölmürəm mən. Yazırlar, İmam Hüseyn sürünə-sürünə gəlir. Dizində taqət olmur balasının başının üstünə gələndə. Deyirlər, dizləri bükülür, sürünə-sürünə gəlir, gəlir, gəlir. 7 dəfə deyir, Əli, ya vələdi, Əli, oğlum, aç gözü mənə bax. Əli, ya vələdi, Əli, ya vələdi, hey oğlum çağırır. Cavab olmayanda deyirlər, bir anlıq canı çıxır bədənindən İmam Hüseynin. Üzün yapışdırır oğlunun üzünə. Canı bədənindən az qalır, çıxsın. Burada Zeynəb yenə gəlir köməyə. Birinci dəfə idi Zeynəb çadırlardan çıxır, gəlir, deyir ki, Hüseyin, and olsun Allaha, üzü Əli Əkbərin üzündən çəkməsən xeymələrə getmərəm. Görürək, Hüseyin can verir oğlunun cənazəsinin üstündə. Deyir, xanım Zeynəbin səsini eşidəndə İmam Hüseyin üzün ayırır balasının üzündən, görür Əbəlfəz ağa əlin qoyur çiyninə, qardaş dur gedək, düşmən baxır.
bədənin elə vəziyyətdə görür ki, əyilir tikələrin yığmağa. فَقَتَعُوهُ بِسُيُوفِهِمْ اِرْبًا اِرْبًا. Tarix yazır, tikə-tikə doğramışdılar. Heç nə demirəm. Bir neçə beyt şeirlə sözümü qutarım. Qalan söz inşallah Seyid oxuyar, Mərsiyədə hal taparsınız, bundan da artıq. Baxdı üçün Əkbərinin nizədə Leyla üzünə. Gördü zülfü tökülüb çün şəbi yelda üzünə. Qaşların tağı oğul Surə-i Yasin oxuyur. Baxsa hər kim üzvə ayə-i təhsin oxuyur. Əhl-i Qur'andır bunlar, cümləsi tasin oxuyur. Necə çəkdiylə qılınc məzhəri taha üzünə. Dedilər, kimdir bu övrət bizi nalan eləyən? Dedilər, kimdir bu övrət bizi nalan eləyən? Yoxsa Leyladır bu Məcnun kimi əfqan eləyən? Səni ey tazə cavan, qanına qəltan eləyən, necə məhşərdə baxar Həzrəti Zəhra üzünə? Necə məhşərdə baxar Həzrəti Zəhra üzünə? Sabira, hər iləza saxla Əli Əkbərəsən, Mirzə Ələkbər Sabir. Sabira, hər iləza saxla Əli Əkbərəsən, Kərbəlada gedib ağla o şəhid davərəsən. Gəl qiyamətdə bu səhv ilə səfi məhşərəsən, gəl qiyamətdə bu cəm ilə səfi məhşərəsən, qalma həsrət iki dünyada o Mövla üzünə. Baxdı üçün Əkbərinin nizədə Leyla üzünə, gördü zülfi tökülüb çün şəbi yelda üzünə. Əla lənətullah ələl qavmiz zalim.